Təbii ki, uğursuzluq varsa, tənqid də var, burada bütün rəhbərliyin də payı var, məşqçilər korpusunun da, futbolçuların da payı var, amma ilk oyunda Neftçinin futbolçuları elə səhv edir ki, yəni buna rəhbərlik nə edə bilər? Yəni çox sadə, ucuz səhvlər futbolçuların. Məncə birinci oyunda həm də Verindubun səhvləri var idi, start heyətinə. Məsələn, biz oyun öncəsi də, siz xüsusi qeyd elədiniz, qatılıram. Yəni, Elvin Bədəlov niyə ehtiyatda oturmalı idi? Gravinho meydanda və 4 qolun 4-ündə də kobud səhvi var. Mən qoşuluram buna. Elvimizin millinin aparıcı üzvlərindən biri müdafiədə. Çünki çempionat ərzi il boyu Elvin oynayıb Ribeiro ilə bir yerdə. Müdafiə xətti elədi ki, bir-birini qarşılıq başı düşməlidir. O üçlər bir-birinə yaxşı anlaşır. Ehtiyatlı olmağı müəmmalıdır. Bugünkü oyunda da olmadı. Əlbəttə ki, istərdim oynasan. Birinci oyunda necə kobud səhvlərə yol verdi müdafiə xətti. Baxsaq, necə səhvlər oldu. Oyuncular liniyanı, xətti pozurlar, necə sığortalar yox idi. 2 qoldan sonra necə belə səhvlərə yol vermək analiz edib. Yəqin bugün mən gözləyirəm ki, Elvin oynayar. Təbii, ötən mövsüm Elvin həm də ən çox tənqid olunan futbolçulardan idi. Halbuki, məsələn, Ribeironun səhvləri daha çox idi ötən mövsüm, nəinki Elvin Bədəlovun. Və ümumiyyətlə, məncə, yəqin ki, həmin azarkeşlər də gördülər ki, Gravinho Elvin Bədəlova, Xaçayevə rəhmət oxutdudu. Halbuki, nə Bədəlov, nə Xaçayev heç bütün mövsüm boyu Gravinho'nun bir oyunda etdiyi səhvi etməyiblər. Mən də düşünürəm ki, bugünkü oyunda da çox ciddi səhvlər düzdür, qolla nəticələn hər hansı xəta olmadı, amma yenə etibarlı müdafiəçiliyə olmadığı aşkar görünürdü.